Bu nədir? Burnuna, başına bax bunun, qulaqlarına, sifətinə bax bunun. Bu nə günə düşüb, buna bax. Mehman Hüseynov, bu boyda kişini sən nə günə qoydun sənə? Keçən il dekabr ayının şəkildir. Yəni bu isə 2 ay sonranın 2-ci aya görə nə günə düşdü, nə günə düşdü. Ay İlham Əliyev, indi sən hansı sözünə inanaq? Sən keçən illər İlham Əliyev deyirsən ki, bizim hakimiyyətimiz üçün, mənim üçün müstəqil mətbuat prioritet vəzifələrimizdən olmuşdur. Bu Bidenin vaxtında dediyin sözdür. Amma Trump'ın vaxtında da deyirsən, dünyada müstəqil mətbuat yoxdur. İlham Əliyev, Biden olanda bir söz deyirsən, Trump gəlib şeşələnəndə bir söz deyirsən. Nə olacaq sən axırın? Saat deməmişəm bir dənə söz deyən, 5 dənə söz demə. O Heydər Əliyev var idi. Onun da yalanları, sarsaqlıqları var idi, amma bu qədər də yox idi. Bu kimə oxşadı bilmirsin. İllik Əliyevlər hakimiyyətinin Bakısın belə olanda biləsi var necə olmalıdır? Özü haradır? Düz icra hakimiyyətinin qabağı. Heydər Babanın heykəlinin qabağı. Bura bir asfaltdır. Baxın görün nə vəziyyətdədir. Şəhər təsərrüfatı. Baxın. Qayıq lazımdır o tərəfə keçmək üçün. İcra hakimiyyətinin yanında. Nədənsə bayraq da yoxdur. Bilmirəm buyurun. Hansı hüzürdür deyə bilmərəm. Bayrağımız da yoxdur. Çox çətin tənzimlə. Və üstəgəl direktorlardan yermək mümkündür. Şəhər təsərrüfatı bitirik vəziyyətdə düşüb. 2 gündür çox çətinliklə yermək olur. Buyurun baxın. Buzdur. Dəyərli vətənlərim, 56 illik Əliyevlər hakimiyyəti ölkəmizə bir kanalizasiya sistemini qura bilmədi. Ölkədə bircə dənə sistemi qura biliblər. Desəniz niyə quramayıblar? Mən də bəzən gəvəzə danışıram. Götverənliyin sistemini qurublar, qəhbəliyin sistemini qurublar, alverinin sistemini qurublar, alverinin sistemini qurublar, alverinin sistemini qurublar. Banan ölkəsinin sistemini qurublar. Heydər Əliyevin sistemli heykəllərini qurublar. Zərfə Heydər parklarının sistemli qurublar. Muzeyləri bax bizə sistemli soxublar. Heydər Əliyevin plakatlarını yolların qırağına sistemli qoyublar. Anamızı sistemli qayırırlar. İlham Əliyev xalqı ölkədən didərgin sistemli eləyir. Dünyada sistemli şəkildə yeganə sərhəddə bağlanan ölkə bizik. Sistemli şəkildə eləyiblər ki, ölkənin yarısında qaz yoxdur. Çörək pişirməyə, barmaq canda çılpı aparanda sistemli adamı minirlər. Sistemli şəkildə eləyiblər ki, Vəzirovun təkcə yolların qırağına səpdiyi qozları 3 dənə naziri sistemli qoruyur, sistemli yığır. Dənizə həsrət qoyublar bu xalqı. Sistemli şəkildə. Uşaq pulu vermirlər sistemli. Ana uşaq ölümünə görə sistemli şəkildə dünyada birinci yerdəyik. İnfarkta görə dünyada birinci yerdəyik. Dəyərli vətəndaşlar, bütün sistemli halda bizi elə qayırıblar ki, sistemli halda ölkəni qəhvəxanaya çevirdilər. Sistemli halda ya bədənini ya şərəfini satmasan, sistemli halda yaşayanmazsan ölkədə. Belə sistemlərdən polis sistemini sistemli şəkildə qəhvələşdirib, xalqın üstünə qısqırdıb salıblar. Və solun burada sistemli şəkildə iş çox gedir, amma xalqın əleyhinə gedir. Ata Abdullayevi buraxdırdı. Sən canın gör Ata Abdullayevi nə tər qarşılayırlar, buna bax, Elə bir sərkərdə çıxıb, elə dünyanı qurtaran belə şey çıxıb. Nə tər olur, Əvəz Zeynallı şir kimi girib balaca pişik boyda çıxır oradan, cavan şir kimi oğlanlar, o cümlədən Əvəz Zeynallı. Nə tər olur, oradan ermənilər çıxır, boynu dönmür. Nə tər olur oradan, Fuad Qəhrəmanlının başına nə oynatırlarsa danışığını danışa bilmir. Qabağına qoyub işgəncə altında oxutdururlar Fuad Qəhrəmanlını. Ancaq orada Vardanyan bellidir, artsaq deyir. Bizim ermənilərin olub, olacaq və nə bilim nə, ermənilərindir. İndi buna baxın, Ata Abdullayev gəlir. Ağ cip konvoyla, mənim nəslimdə belə maşın yoxdur. Ağ cip konvoyuna, özə baxa, gülləri başına güllər, qızıl gülləri başından belə səpirlər. Siz Allah buna baxın. Baba. Gör nə kökəlir. Bax, qızıl gülə bax, qızıl gül səpirlər, bax. Hamısı Yeni Azərbaycan Partiyasının kişilərdir, gəlib tökürlər. Ona bax, sıfatına bax. Doyunza oxşur, bax, doyunza. Çoşqatdır, çoşqa. Əliyevlərin çoşqası. Gör Sıvaz nə deyəcək indi burada, bax, cənab prezidenti imza deyəcək, baba. Allah cənab prezidenti canı sağ eləsin. Allah Mehriban xanımın canı sağ eləsin. Allah şəhətlərimizə rəhmət eləsin. İlhamla irəli. Bu nə demək idi? Bu nə demək idi? Bu demək idi ki, qəhbəliyimə davam demək idi. Bax, bunun qısaca, kəsəcə, bunun qəhbəliyə davam demək idi. Bir şey göstərmək istəyirəm. Onun necə tutuldu, ata, səni şərriyirlər, ata, bax. Ata, narahat olma, sen içeride. İlhamla irəli. İlhamla içeride. Kuşmak korkma. İlhamla irəli. İlhamla ata, sen içeride. Sen işgal olmaya karşı oldukları Bunun anası da nətər qəhbədir. Burada getdi sıra səhər xoruz banlamamış, Gorbacorun, yəni Heydər Babanın şəklinə qoydu. Baba başqa şeydir, baba başqa şeydir. O şey onu da göstərim sizə. Xoruz banlamamış, getdi heykələ, həm Zərifə Əliyevaya, həm də Heydər Əliyevə şey qoydu. Çələng qoydu. İndi beləsini tutub anasını donmalıdır. O qara arvadını donmalıdır. Erməni qıblasına şey eləməyəsən, neyməyəsən. Buyur be, buyur. Və bu
Əliyevlərin hakimiyyətinə beləncə adamlar çox sərf edir. Yəni istəyirlər ki, necə yəni klonluq eləsin, yəni ortada xalqın, millətin, yəni başını qatmaq üçün, yəni bu formada klon insanlar, yəni onu onsuz da içəridə Tofiq Yağublu kimi, Əli Kərimli kimi, Əzali Salayev kimi, Niyaməddin Əhmədov kimi içəridə raşotkada tutmurdular ki, onları özəl ufaqlar, televizoru, evdən istədiyi vaxtı danışır, gəlirlər, gedirlər. Bəlkə də evə gəlib gedirlər. O bilmiyorum yəni. Bu dəqiqə yəni Azərbaycanda elə bir şeylər baş verir ki, ölkəni elə bir idarə edirlər ki, sanki biznesə hal, biznesə. Az öncə siz dediniz, hər bir şeyi biznes halına çeviriblər Azərbaycanda. Qadınların o üzərinə alıb göstərməsin o şeyləri yadı, biznes formasına çevrilir. Yəni İlham Əliyev də bu dəqiqə beləncə bir insanları, insancığazları olmağı üçün özün üçün elə bir zapas təkər kimi də, yəni bir şey olan kimi Qabil Məmmədov ortaya İlham Əliyevin ifşasını çıxardan kimi bir dənə belə bir şey çıxardır ortaya ki, ata Abdullayev tutdu oradan şeyləri danışdı.